Vaxtınız xeyir olsun. 16 nömrəli sınaqda deməli 5-ci sual. Noyabrın 5-i 7-si aralığında elm və texnologiya sərgisi orqanizə, yəni təşkil olunacaq Astanada, yəni Qazaxıstanda. Şagirdlər və müəllimlər iştirak edəcəklər. Registrasiya, yəni qeydiyyat onlayn şəkildə tələb olunur. Burada deməli A bəndində nə deyir ki, deyir sərgi Qazaxıstanda baş tutacaq. Elə A bəndidir doğru cavab. Bəs digərlərində B-də nə deyirdi? Registrasiya deyir ehtiyac yoxdur sərgi üçün. Axı niyə burada deyirdi onlayn şəkildə require tələb olunur? C-də deyir ki, yalnız müəllimlər gedə bilər, yəni baş çəkə bilər sərgiyə. Burada da amma şagirdlər də deyirdi. D bəndində deyir ki, sərgi dekabrda baş tutacaq, amma burada noyabrda deyir. Sərgi bir gün davam edəcək, amma burada 5-7-si aralığı olacaq deyir. Ona görə cavabımız A bəndi doğru gəlir. 6-cı sualda Əziz Miya deyir, təşəkkür edirəm sənə sevimli kitabına görə, hansı ki sən onu deyir mənə vermişdin mənim doğum günümdə. Mən zövq aldım onu oxumaqdan və hədiyyən mükəmməldir. Sofi Miyaya yazır. Deməli, Sofi deyir verdi Miyaya doğum günü hədiyyəsi. Burada Sofi verməmişdi hədiyyəni. Hədiyyəni Miya Sofiyə vermişdi. Miya Sofiyə verir, Sofi də ona məktub yazıbdı. B bəndində deyir ki, Miya qəbul etdi kitabı Sofidən, Miya qəbul eləyibdi kitabı Sofidən. Xeyr, yenə elə eyni mənaya gəlir. Sofi qəbul eləyibdi. Ona görə də ona məktub yazıbdı. C-də deyir ki, Sofi təşəkkür edir Miyaya doğum günü hədiyyəsinə görə. Bəli, çünki məktubu Sofi yazıb, ona təşəkkürünü bildirir. Elə olur C bəndi. Sonra 7-də salam David. Üzürlü hesab ilə gecikdiyimə görə bizim futbol məşqimizə dünən avtobus deyir xarab oldu və Hattie Walkman piyada deyir getməli oldum. Əminəm ki, come on, next növbəti dəfə vaxtında gələcəyəm. Ben yazır bunu. Deməli, A bəndində Ben üzrxahlıq eləyir, məşqə gecikdiyinə görə elə A bəndi olur cavabımız. B-də deyir ki, David gecikir futbol məşqinə. David gecikmir, Ben gecikir, bu Ben. Ona görə də Davidə məktub yazır. C-də deyir ki, Ben imtina edir futbol oynamaqdan. Bu haqda məlumat yox idi. D-də deyir ki, David xahiş edir Bendən ki, daha gec gəlsin. Bu haqda da heç bir şey yox idi. Y-də deyir ki, Ben ləğv edir futbol məşqini. Burada da ləğv etməklə bağlı yenə də heç bir məlumat yox idi. Sonra deməli mətnimizdə. Mətndə deyir ki, Yaponiya tanınır öz zəngin mədəniyyətinə və unik, yəni bənzərsiz adətlərinə görə. Əsrlərdir ki, Yaponiyadakı insanlar izləyirlər öz rituallarına, hansı ki əlaqəlidir rəqəmlərlə. Yəni rəqəmlərlə əlaqəli olan, daha sonra rəqəmlərlə, əşyalarla, mərasimlərlə əlaqəli olan o ritualları deyir, davam elətdirirlər. Misal üçün, number 7 rəqəmi hesab uğur, şans hesab olunur. Amma 4 avoided, bunu yəni əksidir, bundan qaçınır. Çünki bu səslənir ölüm kimi, yəni ölümə, force, death. Yəqin, bilmirəm, indi onlarda yəqin tələffüzü o mənadadır. Sonra buna səbəb də çox xəstəxana, Yaponiyadakı çox xəstəxanalar do not have force, 4-cü mərtəbəsi yoxdur. Sonra Yaponiyadakı insanlar həmçinin diqqət göstərirlər hədiyyələrin mənasına. Chopstick, yəni yemək çubuqları. Yemək çubuqları seti vermək ümumi və nəzakətli bir hədiyyədir, amma daraq hədiyyəsi belə deyil. Bu deyir ona görədir ki, Yapon sözündə daraq səslənir suffering, yəni əziyyət çəkmə mənasını verir. Buna əlavə olaraq güllər də həmçinin xüsusi mənaları vardır. Misal üçün lillər, yəni zambaqlar toylarda istifadə olunmur. Çünki onlar əlaqəlidirlər belə funeral, yas mərasimləri ilə. Bu inanclar hələ də mühüm, yəni rol oynayır müasir Yaponiyalıların həyatında. Hətta baxmayaraq ki, Yaponlar yüksək dərəcədə inkişaf etmiş bir ölkədə, daha Yaponiya. Çox insanlar
davam edirlər hələ də bu qədim ənənələri gündəlik həyatlarında follow izləməyə. Rəqəmlər, güllər, hədiyyələr, yəni bunların hamısı xüsusi məna carry daşıyır və insanlar ehtiyatlı seçim edirlər ki, bu not to bring bad luck, belə pis uğur gətirməsin onlara. Deməli, 8-də mətn nə ilə əlaqəlidir, yəni nə haqqındadır deyir. Cavab olar burada B bəndi, çünki Yaponiyadakı qədim inanclar haqqındaydı. 9-da false yanlış variantı istəyir. A bəndində deyir ki, 7 uğurlu rəqəm hesab olunur. Bu var idi mətnimizdə. Burada diqqət eləsək, deyir ki, 7 hesab olunur lucky, uğurlu, şanslı bir rəqəm kimi. Sonra 4 rəqəmi isə ölümü xatırladır. B bəndində bəli bu da var idi. Deyirdi ki 4 rəqəmi avoid because it sounds like the word death. Ölüm kimi, yəni ölüm kimi səslənir belə. Sonra C bəndində deyir ki Yaponiyadakı insanlar fikirləşirlər ki daraq uğurlu hədiyyədir, toy hədiyyəsidir. Əksinə burada ümumiyyətcə deyirdi ki bir dəqiqə belə eləyim. Daraq deyir belə deyildi, çünki Yapon dilində bu söz suffering, əziyyət çəkmək kimi tələffüz olunurdu. Ona görə burada cavab olur C bəndi. C yanlış variantdır. Bizdən yanlış istəyirdi. 10-cu sualda nə üçün Yaponiyada insanlar darağı hədiyyə kimi etməkdən qaçınırdılar? Niyə olacaq? Çünki deyir ki suffering. Bax elə bayaq dediyimiz eyni ilə cümlədir ki suffering, baxın bu cümlə əziyyət çəkmə mənasını verir ona görə. Sonra 11-ci sualda 4 rəqəminin mənasını soruşur. Bayaqdan təkrar neçə dəfə demişik, death deməkdir, yəni ölüm mənasını verir. Sonra 12-ci sualda isə bizdən yanlış variant istəyir. Deməli, bir də deyir ki, insanlar yəni zambaq almaqdan, toylarda zambaq almaqdan qaçınırdılar. Bu doğruydu. 2-də deyir ki, 7 rəqəmi good luck, yaxşı bir şansdır, doğrudur. Xəstəxanalarda 4-cü mərtəbə yoxdur, bu haqda da bayaq oxuduq. 4-də deyir ki, daraq həmişə nəzakətli hədiyyə hesab olunur. Xeyr, deyirdi ki, suffering, əziyyət çəkmə mənasını verir. 1 olacaq, onda 5. 4. 5-də isə deyir ki, bugün insanlar qədim inancları, adət-ənənələri gündəlik həyatlarında izləmirlər, amma buradakı cümlədə deyirdi ki, bir dəqiqə hansı yerdəydi? Mühüm rol oynayır müasir Yapon həyatında. Hətta baxmayaraq Yaponiyalılar inkişaf etmiş ölkədə çox insanlar hələ də old tradition in daily life, gündəlik həyatlarında onları izləyirlər. Elə cavab olur burada 4-5. Sonra qaydada deməli Portugiz. Portugizin nə olduğunu bilmək üçün cümlənin davamına baxaq. Language. Deməli burada Portugiz dildir və dedik dil tək işlənəndə qarşısında heç nə olmurdu. Portugalda dövlət adıdır. Dövlət adında qarşısında yenə də heç nə olmur. Ona görə cavab olur A bəndi. 14-cü sualda ego var. Ego sadə keçmiş zamanda, sadə keçmiş zamana sualı didlə verirdik. 15-də passive voice məchula çevirmədi dedik. She ilə cümlə nə ilə başlayırsa onunla başlayan varsa onu götürmürük. Ona görə C bəndi çıxdı. Sonra cümlədə takes indiki zamandır. İndiki zamandırsa bizə lazımdır am, is, are. Üstə gələk payçi, et. B-də var, D-də var, 7-də var. E-də səhv odur ki, bin veribdir ar olan cümlədə. Qalırıq B ilə D arasında. Və yadda saxlayın. Belə iki quruluşda da, yəni əmizar, payçi, et quruluşu düzgün verilibsə, bilin ki, belə cümlədə mütləq baxın bu mübtədanı səhv şəkildə gətirib cümləyə qaytarıb. Biz həmin mübtədanı necə qaytarıb verə bilərik cümlədə istəsək? By, her olaraq qaytara bilərik. Burada baxsaz eləcə her veribdir. Burada isə by her veribdir. Ona görə cavab olur D bəndi. 16-cı sualda deməli, modalların hamısının sualı özü ilə verilirdi. Yeganə bir dənə have to, has to, bir də had to modalıdır ki, bunların sualın inkarını verirdik. Do, does, bir də did ilə. İndi burada had'in özünü gətirib keçirdib əvvələ olmaz. Biz bu cümləyə did gətirməliydik. 4-də isə səhvimiz odur ki, have'in to'su yanında yoxdur.
Yerdə qalan cavablardan able to olar, were able to olar. Aha, deməli 3 quruluşun üçü də doğrudur. Amma baxıram ki, burada last var. Keçmiş zamanın zaman zərfi. Deməli are indiki zamanda çıxırıq. Cavab qalır 1, 5, yəni D bəndi. 17-ci sualda incorrect, yanlış variantı istəyir bizdən. Yanlış variantımız burada olur A bəndi. Çünki biz söz önü qaydasında demişik ki, üzr istəyirəm. Söz önü qaydasında demişik ki, bu olmalıdır good at. Amma burada good'u gətirib buraya yazsaq good in olur. Olmaz. Ona görə yanlış cavabımız ilə A bəndidir. Sonra 18-ci sualda sinonim cütlüyünü soruşur bizdən. Enimiz böyük, little, elə B bəndi olacaq. B bəndi ordinary, qeyri-adi, unusual da yenə də qeyri-adi deməkdir. Üzr istəyirəm, B bəndi yox. Ordinary adidir, unusual qeyri-adidir. B olmayacaq. Cavab burada olacaq. C bəndi hopeless, ümidsiz, belə qəmgin, məyus, elə desperate də eyni mənadadır. A bəndi enimiz nəhəng, little balaca, bunlar antonimdir. Careful, ehtiyatlı, humid, rütubət, rütubətli, cozy, rahat, expensive, bahalı. Bunlar heç, yəni nə sinonim, nə də antonim cüzlüyü deyirlər. Cavab olur burada C bəndi. Sonra altından xətt çəkilmiş sözün opposite meaningi, yəni əks mənalısını istəyir. Early erkən deməkdir. Bunun əks mənalısı olacaq B bəndi late, yəni gec. Variantda cavablarda dedik ki, bu cür was, were, əmizarla, will, have, has bu kimi şeylər verilibsə mübtəda xəbər uzlaşmasıdır. Mübtəda da hansı idi? Nöqtəyə qədər olan hissə. Dedik, əgər of varsa mübtədada, of'a qədər baxacam. Bunch sözü təkdədir deyə xəbər götürəcəm təkdə. Yəni biri olacaq bir, biri də olacaq will be. Çünki will be həm tək xəbər sayılırdı, həm cəm xəbər sayılırdı. Sonra burada A bəndində long line vehicle on the road. Yolda deyir nəqliyyat vasitəsi, belə uzun nəqliyyat cərgəsi deyək. Bu olacaq traffic jam, yəni tıxac. Ability to use one imagination, birinin öz təsəvvürünü istifadə etmə bacarığı, bu olacaq 3-ə, yəni yaradıcılıq. Sport or jumping into water, suya deyir tullanma, oradakı o fəaliyyət olur diving, yəni dalğıcılıq. 1-ə A, 2-yə C, 3-ə B olur. Olur cavab B bəndi 21-də. Sonra 22-ci sualda burada deyir xüsusi bir kitabdır. Harda ki sən öz günün haqqında yaza bilərsən ora. Bu olacaq Y bəndi, dairə, yəni gündəlik deməkdir. Sonra 23-cü sualda boşluqdan sonra feil gəlib. Nədən sonra gələ bilirdi? Bir who'dan sonra, bir də what'dan sonra feil gələ bilirdi. Onda baxmadıq cümlənin tərcüməsinə. Deyir güclü yağışdan sonra kənddə nə baş verdi? Həm də happen feili çox hallarda what-la işlənir, amma yenə də tərcümə ilə daha dəqiqini deyə bilərik. Sonra A bəndində neyzə norolar, eyzə orolar, boss and olar, yerdə qalan ikisinin quruluşu yanlışdır. Tərcümə eləməliyik. Burada cavab A olacaq. Çünki deyir ki, Sara nə çay, nə kofeni xoşlamır. O, juice, meyvə şirəsinə üstünlük verir. 25-də yiyəlik hal istəyir. Dedik, yiyəlik hal nə idi? Apostrof S ya da S apostrof üstə gərək olmalıydı isim, yəni noun. Bir də apostrof S-dən verib doğrudur, özündən sonra isim gəlib, bir doğrudur. Dear təki cəmi eyni olan isim idi, ona S bitişməz. 3də qabanda Z artiklı varsa ailə bildirən soyad, ailə bildirən soyad cəmdə olurdu. Özündən sonra da ismi var, yenə də yiyəlik haldır. 4 səhvdə zisdən sonra cəm isim gəlməli idi. 5də isə zosdan sonra düzdür cəm isim gəlir və cəmlənərkən kökdən dəyişən bütün isimlərin yiyəlik halı bu cür şəkildə apostrof S-lə düzəlirdi və özündən sonra da ismi var deyə yiyəlik hal sayılır. Cavab olur 1, 3, 5.